Son illərdə qəhvəyə mərmər bağacığına qarşı mübarizə aqrar sahədə aktual məsələyə çevrilib. Monitorinqlərin nəticəsi onu göstərir ki, bu zərərvericilər 12 rayonda yayılaraq əkin sahələrinə və meyvə bağlarına ziyan vururlar. Xaçmaz da qəhvəyə mərmər bağacığından zərər görən rayonlar arasındadır. Hazırda da onların qarşısını almaq üçün müxtəlif tədbirlər görülür. Qəhvəyi mərmər bağacığı aktiv inkişaf fazasına keçdiyindən onlara qarşı mübarizə də gücləndirilib. Bu zərərvericilərin geniş yayıldığı rayonlardan olan Xaçmazda da kimyəvi mübarizə üsullarından istifadə edilməklə onların yayılmasının qarşısı alınır. Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirləri də həyata keçirilib. O cümlədən də 13 mindən çox feromon tələsi quraşdırılıb. Ərazidə biz cəlb etmə stansiyası qurmuşuq. Həmin cəlb etmə stansiyası nədir? Biz onu sahənin kənarında quraşdırırıq və həmin sahəni dərmanlamaq əvəzinə sahənin kənarında cəlb etmə stansiyası qurulmuş bir ağac və onun maksimum yanındakı bir-iki ağacı dərmanlamaqla həm ekoloji balansı qoruyuruq, həm də ki, digər xeyirli faunanın məhv olmasının qarşısını alırıq. Zərərvericiyə qarşı bioloji mübarizə tədbirləri də görülür. Bu məqsədlə onların təbii düşməni olan samuray arılarından istifadə edilir. Bu arılar həm ölkəmizdə artırılır, həm də Türkiyədən gətirilir. Türkiyə Respublikasından bu ayın sonu, gələn ayın əvvəlində 20-25 min civarında samuray arısının gətirilib ən çox sirayətlənən və kimyəvi mübarizə tədbirləri aparılmayan ərazilərə buraxılması nəzərdə tutulur. Samuray arısı öz yumurtalarını bağacığın yumurtalarının daxilində qoyur və samuray arısının fərqləri, sürfələri həmin bağacığın yumurtasında inkişaf eləyir və həmin yumurtadan bağacıq əvəzinə samuray arısı çıxır. Qışlama dövründə 34 rayonda monitorinq aparılaraq 12-sində qəhvəyi mərmər bağacığı aşkarlanıb. Bu həşəratlar 300-dən artıq bitki növü ilə qidalanaraq təsərrüfatlara ciddi zərər vurur. Lalə Allahverdiyeva, Elçin Qurbanov, ASTV Xəbər.